Polşada alım gücünə baxırıq. Gəlin görək buradakı market qiymətləri nə yerdədir. 550 qramlıq doğranmış çörək 2.78, 180 qramlıq toyuq sosiskası 7.79, doğranmış Holland pendiri 6.49, kərə yağı 7.99, 200 qramlıq smetan 2.49, 2 litr süt 4.39, bananın kilosu 6.99, mandarinin kilosu 8.99, belə bir qarğıdalının ədədi 5.99, pomidorun kilosu 10.99, kartoşka təmizlənmiş kilosu 11.99 və belə bir mal ətinin ədədi 500 qramlıq 26.99, 1 litr meyvə suyu isə 3.99.